Bölgə TV xəbər verir ki, son vaxtlar havaya atılan tullantı və tüstülərin artması paytaxtın ekoloji balansını pozur. Xüsusilə bəzi şadlıq sarayında və restoranlarda ekoloji qaydalara düzgün riayət edilmir. Bu isə atmosferin çirklənməsinə və sakinlərin narahatlığına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, bəzi obyekt sahibləri müəyyən edilmiş ekoloji tələbləri hələ də pozurlar. Bakı şəhərində Nazirlik tərəfindən bu istiqamətdə 400-dən çox şadlıq sarayı və restoranlarda xüsusi təmizləyici qurğular quraşdırılsa da, bir çox ictimai yaşayış obyektlərində bu sistemlərə nəzarət olunmur. Əməkdaşlarımızın etdiyi müşahidələr zamanı Şamaxinkada yerləşən İmperial və Nizami rayonunda Çobanzadə küçəsində yerləşən Ağsaray şadlıq saraylarında ekologiya normalarına əməl edilmədiyi, havaya həddindən artıq tüstü atıldığı müəyyən edilib. Həmin obyektlərin yaxınlığında yaşayan sakinlər də tüstü və kəskin in yaratdığı narahatlıqdan şikayətləniblər. Onların sözlərinə görə, axşam saatlarında tüstü ətraf məhəllələrə yayılır, havanı dözülməz edir və bəzi hallarda evlərə qədər dolur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsi artıq məsələ ilə bağlı araşdırmalara başlayıb. Bölgə TV əməkdaşları isə mövzu ilə bağlı təşkillərini və araşdırmalarını davam etdirəcək. Dilbər Vüqar qızı, Bölgə TV.